Salam olsun Azərbaycanımızın qeyrətli və mərd insanlarına, analarımıza, bacılarımıza, əmlərimizə, dayılarımıza, gözəl insanlar, dəyərli xalqımız, dəyərli millətimiz. Sübhan balamızın 9 yaşı var, xərçə xəstəlindən əziyyət çəkir, hal-hazırda ayaqlarında, qışlarında çürümə gedir. Xahiş edirəm, gəlin canlı yayımda, video üzərindən dəstək olaraq videonu bəyənəyin, canlı yayımına daxil olub bəyənəyin, ən azından Allah kömək olsun deyəyin. İnşallah ki, balamızın əməliyyat pozulur, həkimə bütün sənədlər var. Sübhan balamız, buyur, nə istəyirsən bizim xalqımızdan, millətimizdən, Yenə tuturam əmlərə, dayılara, üzümü. Canını açacaq, yenə də üzümü tuturam əmlərimə, dayılarıma, qızlarıma. Allah sizi var eləsin, Allah razı olsun, Allah min qal başınızdan çəksin. Siz ki, mənə dəstək olursunuz. Canını açıb yenə də dəstək istəyəcək. Xahiş edirəm, canımıza gələyin, çox-çox xahiş edirəm. Gözəl insanlar, Sübhan balamızın sözünü dinlədiniz. Hal-hazırda inşallah ki, başlayırıq Sübhan balamızın yenə də yardım aksiyasına. Başlayar sizlərin birliyimizlə. İnşallah ki, inanırıq sizlərə. Başda Allaha, sonra sizlərə inanırıq, kömək eləyəcəksiniz Allah'ın izniyle.